Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Hər birinizi ayə verilişində xoş gördük. Biz bu dərsimizdə Quran-ı Kərimi asan yollarla tərcümə etməyi sizə təqdim edirik. İnşallah bu dərsimizdə, yəni 4-cü dərsdə biz Allaha pərəstiş haqqında ayələri sizə təqdim edəcəyik inşallah. Çünki bundan öncəki 3 dərsimizdə biz Allahın sifətləri haqqında hər dərsimizdə 10 ayə sizə təqdim etmişdik. İnşallah bu dərsimizdə də 10 ayə olaraq Allaha pərəstiş haqqında Quran-ı Kərimdən ayələr oxuyacağıq və tərcümə edəcəyik inşallah. Başlayırıq dərsimizə. Dərsimizin birinci ayəsi İyyəkə na'budu və iyyəkə nəstəin. İyyəkə sənə na'budu biz ibadət edirik və iyyəkə və sənə nəstəin kömək istəyirik. Amma burada niyə biz burada səndən deməliyik? Çünki biz kəlmənin quruluşuna baxacağıq. Sənə ibadət edirik və səndən kömək istəyirik. Tərcümə belə olmalıdır. Həmd surəsinin 5-ci ayəsi. Yəni ola bilər bir sual versin ki, İyyəkə burada sənədir və burada ikinci İyyəkə səndəndir. O tərcüməyə bağlı olan bir məsələdir. İkinci ayəmiz yenə Həmd surəsinə aiddir. İhdinəs sıratal müstəqim. İhdi hidayət deməkdir. İhdinə bizi hidayət elə. İhdinəs sıratal müstəqim. Bizi hidayət elə. Hara sırat yolu idi. Müstəqim də düz deməkdir. İhdina bizi hidayət elə. Sıratim müstəqim. Düz yola. Gəldik 3-cü ayə. Zəlikə hudallahi yəhdi bihi mən yəşəu min ibadihi. Zəlikə, yəni bu. Hudə hidayət deməkdir. Allah kəlməsi də Allah. Bu Allahın hidayətidir. Yəhdi hidayətidir. Bihi onunla. Mən yəşə kim istəsə. Mən yəşəu min ibadihi bəndələrindən. Gəlin belə tərcümə edək. Bu Allahın hidayətidir. O bununla öz bəndələrindən istədiyini hidayət edər, düz yola hidayət edər. Keçirik 4-cü ayəyə. Və tubu ilallahi cəmiən əyyuhəl müminun. Nur surəsinin 31-ci ayəsi. Və tubu və tövbə edin ilallahi Allaha tərəf, Allah üçün, biz demişdik ilə aə tərəf üçün mənasında bildirir. Cəmiən, cəmiyyən toplum, birlikdə, cəm halda. Əyyuhəl müminun. Əyyuhəl müminun, yəni ey möminlər. Yenə biz bunun qabaqki dərsimizdə əyyuhə, yə, əyyətuhə bunların mənasını dedik ki, eyni mənalı sözlərdir ki, istifadə olunur. Gəlin belə tərcümə edək. Hamınız Allaha tövbə edin, ey möminlər. 5-ci ayə. Və sələmun aləl mürsəlin vəlhamdülillahi rabbil aləmin. Saffat surəsinin 181-182-ci ayələri. Və sələmun aləl mürsəlin. Səlamun, yəni salam olsun. Və salam olsun aləl mürsəlin, peyğəmbərlərə. Alə, burada aə mənasını verir, peyğəmbərlərə. Vəlhamdülillahi rabbil aləmin. Və həmd lillahi Allah üçündür, rabbil aləmin. O Allah ki, aləmlərin Rəbbidir. İndi biz belə deyirik, salam olsun peyğəmbərlərə və həmd və yaxud da aləmlərin Rəbbi olan Allaha məxsusdur. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. 6-cı ayə. Fəlilləhil həmdu rabbis səməvati vəl-ard rabbil aləmin. Fəlilləhil həmdu. Burada buna görə də, fə gəlib əvvəlində, buna görə də həmd göylərin və rabbil ardı, yerin, aləmlərin Rəbbi olan Allah üçündür. Fəlil pəs və yaxud da buna görə də həmd sənə göylərin Rəbbi, yerin Rəbbi
və aləmlərin Rəbbi olan Allaha məxsusdur. Burada diqqət edirsiniz, fəlilləhil həmd, Rabbis səməvat, Rab kəlməsini gətirir və Rabbil ardı, sanki bir təkid olaraq da, yəni göylərin də, yerin də, aləmlərin də Rəbbi Allahdır. 3 dənə burada Rəbb kəlməsi gətirir. Bir ayədə diqqət edirsiniz, Allah kəlməsində biz qoşsaq bu 3 Rəbb kəlməsinə, qısa bir kəlmədə, cümlədə Allah 4 dəfə öz adın burada sadalayır. Bu onu deməkdir ki, yəni Allah hər bir yerdədir. Bütün aləmlərin, göylərin, yerin Rəbbi Allah üçündür və həmd də onadır. Çatdıq 7-ci ayəyə, dərsimizin 7-ci ayəsi və Qaf surəsinin 39-cu ayəsi. وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ. وَسَبِّحْ bildiyimiz təsbih sözündəndir. Bihamdi rabbikə, həmdlə bərabər öz Rəbbinə, qablə tulu'i şəms, günəş çıxmazdan öncə və qabləl ğurub və batmazdan öncə. Burada bunu cəm şəkildə tərcümə edək. Günəş çıxmadan qabaq və onun batmasından öncə öz Rəbbini həmd səna ilə birlikdə pak sifətlərlə təsbihdir. Bu maraqlı bir məqama toxunum burada. Bizim nənələrimiz, babalarımız, biz belə görmüşük, adətən gün batmazdan, yəni gün batar-batmazdan Allaha duaları olardısa, istəkləri, hacətləri olardısa, həmin vaxtda dua edərdilər. Və yaxud da günəş çıxmazdan öncə. Bu iki vaxt Allah yanında çox önəmli vaxtlardan biridir. Qaf surəsi 39-cu ayə görürsünüz nə deyir? Deyir ki, Allahı təsbih elə, həmd sana elə, həmd ilə birlikdə və duaları da biz qatsaq bunun içərisinə nə zaman? Qablə tulu'i şəmsi, günəş çıxmazdan öncə. Yəqin bir şeylər var ki, biz onu bilmirik, Rəbbimiz bizə işarə edir. Və qabləl ğurub və qurubdan qabaq, günəş batmazdan öncə. Babalarımız, nənələrimizdən eşitdiyimiz dua belə idi ki, ilahi, səni and veririk günəşin yorğun çağına. Onların dili ilə deyirəm. Əlbəttə, bu məcazi mənadadır. Yəni, elə bir vaxtdır ki, hər kəs o vaxtda artıq enerjisinin bitən vaxtıdır. Amma sən dirisən, sən həysən, sən qəyyumsan. Sən bizim dualarımızı qəbul elə. Gör, nə gözəl duadır. Bu duaların özündə də, bu vaxtın özündə də, vaxtı Allaha and verəndə insanın qəlbində də bir təvazükarlıq mı deyək, bir ünsiyyət, Rəbblə ünsiyyət yaranır. İnşallah Allah bizi də onlardan qərar versin. Dəyərli izləyicilərimiz. Çatdıq dərsimizin 8-ci ayəsi, Təhrim surəsinin də 8-ci ayəsi. Yə əyyuhəl-ləzīnə əmənu tubu ilallah. Yə əyyuhəl-ləzīnə, ey o kəslər ki, baxın, yenə burada yə əyyuhə, yə nidadır, əyyuhə ey, əlləzīnə o kəslər ki, əmənu, iman etmişsiniz və yaxud da iman gətirmişsiniz. Tubu, yəni tövbə edin. İlallah, Allaha tərəf və yaxud da Allah üçün. Mənası belədir, ey iman gətirənlər, Allaha xalis tövbə edin. Burada tubu ilallahi tavbətən nəsuha gətirir. Xalis sözü əlbəttə burada yoxdur. Yəni tubu ilallah, sadəcə Allaha tövbə edin. Amma ayənin davamında deyir ki, tubu ilallahi tavbətən nəsuha. Elə bir tövbə edin ki, o xalis olsun. Çatdıq dərsimizin 9-cu ayəsi. Vəstəğfirullah innallaha qafurur rahim. Vəstəğfiru, yəni istiğfar edin. Kimə? Allah, Allahə. Allaha, innallaha, innə. Şübhəsiz doğrudan da Allah qafurun rahim. Çox bağışlayan və rəhm edəndir. Vəstəğfirullah, Allaha tövbə edin, bağışlanmaq diləyin. İnnallaha qafurur rahim.
Allah Qafur, yəni çox bağışlayan və çox rəhm edəndir. Çatdıq 10-cu ayəyə. Fəsəbbih bihamdi rabbikə vəstəğfiruhu. Nəsr surəsinin 3-cü ayəsi. Fəsəbbih təsbihdir, pəs təsbihdir. Bihamdi həmd ilə bərabər. Nə zaman həmd sözünün əvvəlində bi işləmsə, bi, o zaman həmd ilə bərabər, həmd səna ilə birlikdə sözün deyir. Rabbikə, Rəbdi, kə də sən deməkdir. Vəstəğfiruhu. Deməli, fəsəbbih bihamdi rabbikə vəstəğfiruhu. Ayənin toplum mənası belədir. Rəbbinə həmd səna etməklə bərabər onu zikr et, ondan bağışlanmaqlıq dilə. Vəstəğfiruhu, yəni ondan bağışlanmaqlıq dilə. Bəli, dəyərli dostlar, çatdıq dərsimizin yeni lüğətlərinə, yəni 10 dənə ayənin yeni sözlərinə biz burada baxacağıq. İnşallah birinci söz əmənu, ikinci bayaq da izah elədim, vasitəsilə, birgə, lalə, ilə, səbəbi ilə və yaxud da aə, görə və bu mənalarda işlənir. İhdi, hidayət et. Tubu, tövbə edin, qayıdın. Səbbih, təsbihdir, pak və yaxud da pak bil. Alə, üzərinə və ya aə mənasını bildirir. Kə, ki, iyyəkə, sən və yaxud da səni. Mursəlinə, peyğəmbərlər. Nə, ihdinə, hidayət et, nə, bizi. Bizi, bizə mənasını verir. Biz, bizi, bizə mənasını verir. Nəstəinu, kömək istəyirik. Nəbudu, ibadət edirik. Hudə, hidayət deməkdir. Səlamun, salam, salamatlıq. Tulu, günəşin doğmasına deyirlər. Qurub, günəşin batmasına deyirlər. Fə, elə isə ona görə də mənalarını verir. Bəli. Gəldi dərsimizin maraqlı hissəsi testlərə. Ərəb dilində 5 dənə kəlmə deyəcəm. Onların birin mənasını özüm deyirəm və hərəsinə 2 bənd, 2 variant deyirik. Biri düzdür, biri səhvdir. Siz onların düzünü tapacaqsınız və qabağına bir işarə qoyacaqsınız. Birincisi, şəmsun. Şəmsun sözünün A bəndi günəş mənasını verir. B bəndində ulduz. Hansı doğrudur? Əlbəttə ki, günəş. Şəmsun, yəni günəş. Hudə, A bəndi hidayət edir. B bəndi hidayət. Hansıdır? Əmənu, A bəndi iman gətirdilər. B bəndi iman gətirirlər. Hansı doğrudur? Səbbih, A bəndi pak bil. B bəndi sitayiş et. Nəbudu, A bəndi ibadət edirik. B bəndi ibadət edirəm. Bunların hansı doğrudur? Keçirik əks tərəfə, yəni öz dilimizdə mənaları deyəcəyik. Sonra inşallah ərəb dilində kəlmələri siz tapacaqsınız ki, hansı doğrudur. Kömək istəyirik. A bəndi nəbudu, B bəndi nəstəinu. Hansı doğrudur? Əlbəttə, nəstəinu doğru bənddir. İkinci, sən, səni, sənə. A bəndi kum, iyyəkum. B bəndi kə, iyyəkə. Hansı doğrudur? Üçüncü, üzərinə. Aə. A bəndi alə. B bəndi ilə. Hansı doğrudur? Dördüncü, peyğəmbərlər rasulun və ya mursəlinə. Hansı doğrudur? A bəndi rasul, B bəndi mursəlinə. Beşinci, ona görə də. A bəndi fə, B bəndi min. Bu kəlmələrdən hansı doğrudursa, siz onların düzgün variantını seçib yazacaqsınız. İndi isə gəlin sözlərdə düzgün tərcüməni seçək. Birincisi, İyyəkə nəstəin. A bəndi, yalnız səndən kömək istəyirik. B bəndi, yalnız sənə ibadət edirik.
İkinci, tubu ilallahi cəmi'a və yaxud da cəmi'ən. A bəndi, hamılıqla Allaha tövbə edin. Hamılıqla Allaha tövbə etdilər. B bəndi, hamılıqla Allaha tərəf qayıdın. Üçüncüsü, fəsəbbih bihamdi rabbikə. A bəndi, bəs elə isə Rəbbinin həmdi ilə təsbihdi. B bəndi, bəs elə isə Allahına həmd etməklə təsbihdir. Dördüncü, vəstəğfiru rabbəkum. A bəndi, Allahınızdan bağışlanma diləyin. B bəndi, onlar Allahından bağışlanma dilədilər. Beşincisi, zəlikə hudallahi. A bəndi, bu Allahın hidayətidir. B bəndi, Allahın onu hidayət etdi. Dəyərli dostlar, bir cədvəl verəcək burada. Yəni kitabın 60-cı səhifəsində bu cədvəli verib. Burada Quran ayələrin qısa 2 kəlmə, 3 kəlmə verəcək, 4 kəlmə verəcək və siz onların önündən tərcüməsini yazacaqsınız. Birini mən oxuyuram tərcüməsi ilə birgə. İyyəkə nə'budu. Sənə ibadət edirik. Nə'budu cəm halındadır. Siz bu cədvəldə onun tərcüməsini yazacaqsınız. Sonra ihdinə tərcüməsini yazın. Əyyuhəl mu'minun. Yə əyyuhəlləzinə əmənu. Beşinci, tubu ilallah. Altıncı, fəsəbbih bihamdi rabbikə. Yeddinci, zəlikə hudallahi. Səkkizinci, yəhdi mən yeşə. 9, min ibadihi. 10-cu, fəlilləhil hamdu. 11-ci, vəstəğfirullahə və 12-ci, innallahə qafurur rahim. Siz bunların önündən tərcümələrin özünüzü sınayın və yazın. Bu yazmaq sizə yetərincə kömək olacaq. Və bizim dərslikdə həmişə olduğu kimi bir cədvəlimizdə belədir. Quran ayəsini verir və onu tərcüməsini oradan-buradan verir ki, siz həmin boş qalmış yerləri doldurasınız. Birincisi, ihdinə sıratal müstəqim. Bizi doğru, hidayət, doğru, boş, hidayət, yenə boş yer buraxıb. İkinci, fəsəbbih bihamdi rabbikə və estəğfiruhu. Elə isə Rəbbinə boş yer buraxır, təsbihdir və boş yer buraxır. Yenə bunları siz özünüz doldurmalısınız. Üçüncüsü, və sələmun aləl mürsəlin vəlhamdülillahi rabbil aləmin. Və boş yer buraxıb peyğəmbərlərə və yenə boş yer buraxıb aləmlərin boş yer məxsusdur. Bunu siz tərcümə eləyəcəksiniz. Biz dərsimizdə bunu tərcümə eləmişdik təbii ki. Dördüncüsü, vəsəbbih bihamdi rabbikə qablə tulu'i şəmsi və qabləl ğurub. Və təsbihdir, boş yer buraxıb günəş çıxmazdan əvvəl və davamında siz tərcümə edəcəksiniz inşallah. Bəli, yenə kitabın 62-ci səhifəsində Allaha pərəstiş barəsində biraz izah verib. Bu izahı biz dərsimizin vaxtına görə oxumuruq, izah eləmirik. İnşallah siz 62-63-cü səhifələrə baxarsınız. Burada ayələri deyir və o ayələrin izahını verir. Və sonda bir sərbəst çalışma var. Bu sərbəst çalışmalarda, bunu deyim sizə, bəzi ayələr var ki, onlar dərsdən deyil, onlar başqa yerdəndir. Həmin ayələr ki, o ayələrdə, məsələn, qul lillahil məşriqu vəl məğrib, yəhdi mən yəşəu ilə sıratin müstəqim. Biz burada yəhdi sözünü eşitmişik, məğrib sözün, qurub sözünü eşitmişik, lillah eşitmişik, mən yeşə eşitmişik, iləni eşitmişik, sırat-ı müstəqim. Görün nə qədər kəlmə. Burada nə qalır? Bir qul sözü qalır, məşriq sözü qalır, məğrib sözü qalır. Burada da qul de mənasındadır, məşriq şərq mənasındadır, məğrib də qərb mənasındadır. Bu sərbəst çalışmalarda bunları çalışın, siz özünüz deməli tapın. D Allah üçündür, məşriq və məğrib, yəhdi, hidayət edir, mən yeşəu, hər kimi istəsə, ilə sırat-ı müstəqim. Yəni, burada çalışma verir ki, siz bu çalışmayla özünüzü sınayasınız və burada da cədvəldə təbii ki, bilmədiyiniz lüğətlərin mənasını da verir. 7 dənə ayədir.
bu 7 dənə ayəni sərbəst çalışmada özünüz çalışarsınız inşallah. Hər birinizə Allahdan müvəffəqiyyət diləyirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.